Makyaj kolleksiyamı inceleyirik. Bölüm 1. Ənliklər. Ənliklər bölməsində ənliyim həddindən artıq olduğu üçün sadəcə ən sevdiyim ənliklərə baxacağıq. Uyğun qiymətliləri də var, orta qiymətliləri də var, eyni şəkildə yüksək qiymətli ənliklər də var içərisində. Toz ənliklər olaraq ən sevdiyim iki ənliyim biri Rival Mini bu ənliklərindəndir ki, bütün Rossmannlarda hazırda əldə edə bilərsiniz. Çox uyğun qiymətlidir. Eyni şəkildə məndəki rəngi 02 nömrəsidir. Yaxından göstərim sizə, 02 nömrəsidir məndəki rəngi. Və ikinci ənliyimizdə Lamelin Black Check Color ənliyidir. Çox qəşəng ənlikdir. Həddindən artıq pigmentasiyası var. Çox qəşəng pigmentasiyası var. Rival Mini rəngi daha açıq rəngdədir, amma bu daha çoxdur. Uyğun qiymətli ənliklərdən biri də yeni kəşflərindən biri olan Golden Rose'un bu ənliyidir. Və pigmentasiyası çox mükəmməldir. Həm də çox şirin bir rəngi var. Sözləsin mənasına baxın. Çox qəşəng. Həm Chevron'un toz pəmbəsi həqiqətən ənliyi. Bu da çox qəşəng ənliklərdən biridir. Bu soyuq pəmbə deyil. Daha çox, baxın, bu da çox maraqlı bir rəngdir və çox qəşəng və mat ənlikdir. Bu daha parlaqdır, bu isə daha mat ənlikdir və çox qəşəng yayılır, artan pigmentasiyaya sahibdir və üzündə sürdüyünüz zaman bu qədər bənövşəyə durmur açıqcası və dolanlı ənlikdir. Çox qəşəngdir. Və mənim sevdiyim ənliklərdən bir dənəsi də yayda ən çox istifadə etdiyim Maybelline'in Sunkist blushlarındandır və məndəki nömrəsi 06 nömrədir. Bu ikisinin iki yanağıma da eyni anda heç vaxt sürtmürəm, çünki çox tez sabitlənən bir məhsuldur. Baxın. Yəni günəş yanığı effekti verir həqiqətən və parıltılar var içərisində. Uyğun qiymətli ənliklərindən, yeni kəşflərindən biri də Notun bu ənliklərindəndir. Mənim ən sevdiyim rəngi bu oldu. Ona görə bu məhsulu aldım. Çox qəşəngdir və çox parlaq bir məhsuldur bu da. Əlbəttə ki, pudra ilə sabitləyib daha mat şəkildə eləyə biləriz, amma istədiyimiz qədər də artıra bilirik. Pigmenti də mükəmməldir. Çox tez, rahat dağılır və qaymaq kimi bir məhsuldur. Bahalı ənliklərimdən biri Danessa Mirax markasının bu ənliyidir və çox qəşəngdir. Parlaq ənlik çox istifadə etməyi sevmirəm, amma Maybelline'in bayaqlarım göstərdiyim ənliyi və bu ənlik çox qəşəngdir. Bu toza da oxşuyur, amma krem ənlikdir və həddindən artıq çox su var içərisində. Mən bir ildən çoxdur istifadə edirəm və çox tez-tez istifadə edirəm. Toz ənliyin əvəzinə bunu keçirəm həmişə maye ənliyin üzərindən və çox qəşəng görüntü verir. Hologramlı bir ənlikdir. Nəsə əlimdə soruşlayacağım. Çox qəşəng rəngidir. Və mən bunu tamamilə təsadüfən almışam. Bahalı məhsullarımdan isə Huda'nın ənliyidir. Bunu da keçən ildən bəridir istifadə edirəm. Bu da Maybelline kimi çox tez sabitlənən bir məhsuldur. Bunun da pigmentasiyası arta bilir. Çox tez sabitlənən məhsuldur və rəngi çox qəşəngdir. Və mat bir məhsuldur. Ən sevdiyim ənliklərim bu qədər idi. Növbəti partlarda görüşmək üzrə.